Mehriban xanım, sizi də salamlayıram. Mehriban xanım bəylər qızı, teleekspertdir, ailə və sosial məsələlər üzrə. Mehriban xanım jurnalistdir. Təbrik edirəm. Bu yaxınlarda siz, belə deyək də, doğum gününüz də olub. Yeri gəlmişkən Şirməmməd müəllimin də doğum günü olub. Eyni zamanda siz Türkiyəyə təyin olunmuş jurnalist kimi. İstərdim bu barədə özünüz danışasınız. İnşallah əvvəla bütün izləyicilərimizi salamlayıram burada, teleekspertlərimizi və Dünya Televiziyasının rəhbəri başda olmaqla bütün idarə heyəti ekibini. Ad günüm sadəcə mən öz doğma adamlarımla niyə ki qeyd elədim, mənim elə gözəl dostlarım da yanımdaydı, siz başda olmaqla. Çünki mən bunu vurğulayım, bu bir sirr idi, indiyənə qədər biz onu açıqlamırdıq. Çox böyük bir şərəfdir bizə ki, Türkiyə dövlətində, bizim qardaş Türkiyə ölkəmizdə, Ankara'da artıq Dünya Televiziyasının binası quruldu. Artıq orada hazırdır. Təbriklər. Bəli, bəli. İlk olaraq Azərbaycan televiziyası olaraq Türkiyə ölkəsində, qardaş ölkəmizdə ilk olaraq Azərbaycan televiziyası, o da Dünya Televiziyası. Özəl telekanalları, ASTV vardı bilirsiniz, İctimai vardı. Özəl olaraq və qəbul olundu, artıq okeylənib demək olar ki, təsdiqlənibdir. Və mən də orada Dünya Televiziyasının adından orada təmsilçi olacağam, telemuxbir, belə aparıcı müxbir olacağam. Və mən buradan, yəni, məsuliyyəti çox böyük məsuliyyətim var mənim orada. Sadəcə siz bilirsiniz ki, bundan öncə də illərcədir mən qardaş ölkədə olmuşam. Yəni, ikinci tur seçimlərində, Cənab Tayyip Ərdoğanın ikinci tur seçimlərində dünya basının içəridə baxımında yeganə 100 minlərlə bayrağın içində tək Azərbaycan bayrağını qaldıran, işıqlandıran mən olmuşam, bəli. Və bu da mənim özümün adıma deyildi, elə Azərbaycanımın adınaydı, öz millətimin adınaydı. Eşq olsun. Və budur ki, mən çox arzulayırdım ki, elə orada bizim Azərbaycan çox özümü öldürürüm. Axı, niyə Azərbaycan televiziyası burada yoxdur? Şükür Allaha ki, artıq bugün o öz təsdiqini tapdı. Bu da həm də əlavətdar bir hadisədir. Dünya TV öz adına uyğun olaraq missiyasını dəyişir, genişləndirir və artıq bəli, artıq milli televiziya olaraq həm də beynəlxalq aləmə gedir. Bilirsiniz ki, bizim Türk dünyası ilə bağlı Şirməmməd müəllim, Zaur bəy, Mehriban xanım çox böyük projelərimiz var və onun mərkəzində Azərbaycan durur. Azərbaycan əslin əvvəllərindən bu yana Türkoloji Qurultayda daxil olma şərti ilə bilirsiniz ki, onun yubileyi keçiriləcək Cənab Prezidentin fərmanı ilə. O, Türk dünyasının intellektual potensialı məhz Azərbaycanda və çox qəribədir ki, Krım türkləri də bura gəliblər, Osmanlı, Türkiyə türkləri də bura gəliblər, intellektualları, ziyalıları və Azərbaycandan nur saçıb, Azərbaycandan işıq saçıb bu hadisələr başlayıb və bu baxımdan da Dünya TV-nin də orada ofisi açılması çox önəmlidir və bir də bir söz dedim ki, Mehriban xanım özü şəhid bacısıdır, bilirsiniz də. Ad günü də biraz ertələdik, biraz tezdən keçirtdi ki, amma bugün də əslində mən doğum. Əslində 19-u bugündür, onu təbrik edirik. Şirməmməd müəllimi təbrik edirik. Mən biləm ki, Şirməmməd müəllim nəinki ad gününü keçirdi, həm də çox unikal bir ailə modelinin 50 illiyidir. Siz də bilirsiniz. Şirməmməd təbrik edirəm. Çünki biz həmişə, bax, qədim Azərbaycan milli ailə modelinin aşınmasından, böhranından danışırıq. Amma sizin simanızda mən sevinirəm ki, sözün həqiqi mənasında bizim çox gözəl ailələrimiz var və 50 illik elə belə deyil. Firuzə xanımın da adını çək, sonra inciyər baxır. Firuzə xanım bizim ürəyimizdir, onu da təbrik edirik əlbəttə ki. Və onu da vurğulayım ki, mən Ramiz müəllimə, Ramiz Hüseynova öz təşəkkürümü bildirirəm ki, Dünya Televiziyasının rəhbəri ki, mənim məsajdır. Çünki mən illərdir, yəni qardaş ölkədə elə Dünya TV-ni təmsil eləmişəm. Və həm də orada bir canlı yayın vardı ki, onu hamısı onu izləmişsiniz yəqin ki, mənim canlı yayıma dəvət etdilər orada və orada mən Azərbaycan bayrağını masanın üstündə görmədim və verişi saxladım. Dedim, mən bayrağım bura gəlməyincə, mən verişi davam edəcəm. Bəli, canlı efir və o da var, onun yaxşıdır. Baxmışam mən. Həqiqətən o da böyük bir səbəb oldu belə. İnşallah gələcəkdə telekörpülər yaradarsınız və Dünya TV-nin həm də İnşallah yaxşı olacaq. Mənə düşən bu məsuliyyət. İnşallah. Şirməmməd müəllim, sözünüz var. Bəli, mən çox belə, necə deyirlər, ürəkdən şad oldum. Bax, belə bir gözəl ziyalı kollektivlə əlləşməyə. Mən birinci dəfədir. Müəllimi görmüşdüm televiziyada, amma birinci dəfə. Və mən fürsətdən istifadə edib, həmişə başlanğıcda deyirəm, Azərbaycanda sivil bir dövlətin yaranması, demokratik bir dövlətin yaranması. Bugün Azərbaycanın həm iqtisadiyyat sayəsində, həm təhsilində, maarifində yüksək bir səviyyə gəlib çatmasına görə ulu öndərimizin memarı olduğu bu dövlətin hal-hazırda Azərbaycanımızın
ali deməli Başkomandanı. Başkomandanı, hörmətli İlham Əliyev cənablarına öz minnətdarımı bildirəm ki, belə bir gözəl şərait yaradıb və hətta gör necə Türkiyədə də bizim televiziyamız Bəli, açılır və Ankarada və hamımıza fərəhdir və Dünya TV-nin rəhbərliyin, bütün kollektivin ürəkdən alqışlayırıq, Çox sağ sağ ol olun. deyirik Gözəl. və fürsətdən istifadə edib mənim bu xanım bacıma, Mehriban xanıma və mənim də nəvəmin də adı Mehribandır. Onun ad gününü təbrik edirik hamımız adından. Gör, ad günü buradadır. İndi mən ayın 15-i olub keçib. Amma xanım ad günündə gəlib. Biz öyrəşmişik. Hətta mənim yadıma gəlir, müharibə vaxtı, pandemiya vaxtı yadınızdadır da. Könül xanımla həmişə əlamətdə hadisə uşaqların ad günündə də verilişlərdə olurdu. Bizim yaxınlarımız deyinirdilər ki, heç olmasa uşaqlarınızın ad günündə evdə olub. Yeri gəlmişkən, indi bilirsiniz ki, dünyanın gözü artıq Davosdadır. Orada dünya